Salam, bugün sizinlə çay süfrənizin bəzəyi olacaq pambıq kimi yumuşaq və iri həcmli meyvəli piroq hazırlayırıq. İlk olaraq qaba 3 ədəd yumurta və 1 stəkan şəkər tozunu əlavə edib, mikserlə tam ağarıb həcmi 2-3 dəfə artana qədər yaxşıca çırpırıq. İndi isə üzərinə 1 stəkan duru yağ və 1 stəkan yarım qatıq da əlavə edib, mikserlə yenidən çırpırıq. Onu da qeyd edim ki, reseptdə istifadə etdiyim stəkanımın ölçüsü 200 ml-dir. Sıra gəldi unumuza 2 stəkan yarım unun üzərinə 1 paket vanil və 1 paket qabartma tozu da əlavə edib, unu ələyirik, daha sonra çırpıcı ilə və yaxud da mikserin aşağı sürəti ilə topaq qalmayacaq şəkildə qarışdırırıq. Diametri 32 olan formanı yumşaq kərə yağı ilə yaxşıca yağlayıb, biraz da un səpirik ki, piroqumuz yapışmasın. Hazırladığımız xəmiri formaya boşaldıb hər tərəfə bərabər şəkildə yayırıq. Xəmirin üzərinə mən qarağat düzürəm, amma siz istənilən mövsüm meyvələrindən istifadə eləyə bilərsiniz. Dadına dad qatmaq üçün kənarda 2 xörək qaşığı unun üzərinə 1 xörək qaşığı yarım şəkər tozu və 1 xörək qaşığı kərə yağını əlavə edib umac halına gətirirəm. Siz piroqlarda hansı meyvəni daha çox sevirsiniz? Şərhlərdə mütləq yazın, hamısını oxuyacağam. Və bu hazırladığım umacı piroqun hər tərəfinə səpirəm. Sobamı da əvvəlcədən 180 dərəcədə isidib, piroqu təxmini 35 dəqiqə və yaxud da üzəri qızarana qədər bişirirəm. Baxın, necə də gözəl alındı. Soyuduqdan sonra dilimləyib servis edə bilərsiniz. Əgər videomu bəyəndisə, like etməyi və yeni reseptləri qaçırmamaq üçün zəng işarəsini aktiv edin ki, hər zaman mən yeni video paylaşdıqda sizin xəbəriniz olsun. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Gələn videolarımda görüşənədək inşallah hələlik.